İlk öncə insanın məqsədi olmalıdır. 700 bal toplayacağam, 700 bal toplayacağam. 4 sıra yığacağım, əmin idim artıq. Bəli, təsəvvür edirəm. Tək çəkərdim o nəyinə, o qədər atıldı düşdü ki. Maraqlıdır, prokuror olmaq istəyirəm. Mən Hümmətli Çiçək Hümmət qızı 2008-ci ildə Qax rayonunda olmuşam. Həm məktəbin köməyi ilə, həm hazırlıqların köməyi ilə, həm də özümün səyi nəticəsində bu balı əldə etməyi bacardım. 697,5. İlk öncə insanın məqsədi olmalıdır. Əvvəldən bunu istəməlisən. Məsələn, mən 1-ci sinifdən valideynlərimə bilir ki, deyirəm 700 bal toplayacağam, 700 bal toplayacağam. Ardınca da qətiyyətlə, səylə çalışmaq lazımdır ki, sən bilməlisən ki, oxumaqla gələcəyini qura bilərsən. Mən də həmin şagirdlərdən idim ki, oxumaqla gələcəyimi qurmağı fikirləşirdim. İlk addımımı da atmışam bu yolda. Həyəcanlıydım. İlk öncə buraxılışda həyəcanlıydım, buraxılış imtahanında. Orada elə bir situasiya yarandı ki, bizdə həyəcanlı olmamaq mümkün deyil idi. Çünki bilirsiniz ki, artıq sizin həyatınız həll olunur həmin imtahanda. Ona görə ən axırda biraz həyəcan var idi məndə. Yəni, ondan sonra blok imtahanında yox idi. Blok imtahanında artıq kifayət qədər yüksək nəticə göstərmişdim, 297,5. Burada sadəcə 400 yığmaq üçün həyəcan var idi. Amma açdım, vərəqlədim ki, test kitabçasını, gördüm ki, burada mən bilmədiyim sual yoxdur. Ondan sonra daha da mən rahatlaşdım orada. Yəni, çıxanda əmin idin ki, o bal toplayacaqsan? Çıxanda yox, əmin deyildim. Çünki bizdə bir dənə sualda səhvlik var idi və həmin sualda mən də səhv yazmışdım. Ona görə sonra biz narahat olduq bir qədər, amma sonra həmin sual ulduz verdi. Ulduz verdikdən sonra 4 sıra yığacağım, əmin idim artıq. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Ən çox da ki, atamın istəyini davam etdirmək istəyirəm. Yəni, onun istəyidir ki, mən prokuror olum, prokuror olmaq istəyirəm. 5 yaşımdan şahmatla məşğul oluram və burada da 23 dənə diplom qazanmışam. 6 dənə medalım var. 5-i qızıl, 1-i bürünc medaldır. 2-ci dərəcə şahmatçıyam. Və bundan başqa da bir çox olimpiyadalarda iştirak etmişəm. İstər Zəfər Olimpiyadasında 2-ci yerə layiq görülmüşəm. Fən Olimpiyadasında 3-cü yerə layiq görülmüşəm Azərbaycan dil və ədəbiyyat üzrə. Və həmçinin bu il Amerikan proqramı olan Flex proqramında da iştirak etmişəm. Final mərhələsi kimi gəlib çatdım, lakin orada kəsildim. Yəni ki, onu keçə bilmədim. Amma bu da özü böyük bir nəticədir, çünki İngiliscənin axıcı olduğunu öyrəndim orada. Bəli, təsəvvür edirəm. Maraqlıdır, çox sevinirəm. Yəni, bilirsiniz, həmin hissləri bəlkə də dillə ifadə etmək mümkün deyil. Çünki gözlədiyin nəticəni əldə edən zaman insan daha da qürurlanır, daha da sevinclə yaşayır həmin nəyi. Hansı universitet seçmək fikrindəsən? Bakı Dövlət Universiteti. Seçəcəksən? Bəli. İlk öncə, məsələn, bəzi uşaqlar var ki, yuxu rejiminə diqqət etmir. Bu yanlışdır. Çünki mən yuxu rejiminə diqqət edirdim. Mənim günlük rejimim bu idi ki, 8-ə qalxırdım, 9-a can yemək yeyirdim, yaxud da şahmat oynayırdım, beynimi rahatlatırdım. Ardınca saat 12-yə kimi, 1-ə kimi dərslərimi oxuyurdum və mütləq yatmalıydım ondan sonra. Çünki insanın beynində bir yerə qədər axı, yəni yükləndikdən sonra heç bir fayda verməz. Ona görə çalışırdım, beynim çox da yüklənməyim mən informasiyalarla da, yəni ki. Həqiqətən də mənim qızım o qədər dəftər kitaba maraqlı uşaq idi. Yəni ki, inanın birdən harasa çıxırdım, deyirdim, amma gələndə mənə test alarsınız. Bəlkə də mən ona o qədər testlər çıxartdırmışam. Yəni bütün bilirsiniz də, yəni ki, Telegramda Birliktəyəm, yəni ki, saytı var. Orada bütün elə bir ki, məktəblərin hər bir nəyin testlərini paylaşırlar. Yəni ki, Çiçək onların hər birini elə bir ki, hər birini 2 dəfə belə üstündən gedib işləyib. Yəni bir valideyn kimi, yəni çox həqiqətən də çox atası da, mən də çox onun üstündə əsmişik, çox üstündə durmuşuq. Yəni istəmişik ki, uşağın, mənim yoldaşım özü hüquqşünasdır. Yəni hal-hazırda hakim köməkçisi vəzifəsində çalışır. Yəni o çox həmişə deyirdi ki, yəni qızım istəyərəm ki, prokuror olsun. İnşallah da ki, atasının arzusunu yerində qoymaz. İnşallah nail olaraq. Bu balı toplayanda işlərində nə hansı həyəcan? Ay, çox, lap çox həyəcan. Yəni inanırdıq Çiçək 400 bal toplayacaq. Prosta özü çox narahat idi ki, amma birdən gəlməz, birdən stasiyamda kəsərlər balı, necə olar, nətər olar. Həmişə deyirdim ki, qızım narahat olma. İndi bu ballar çıxanda, yəni ki, o qədər tək çəkərdim o nəyinə, o qədər atıldı düşdü ki, mama nə yaxşı, nə yaxşı. Birinci də elə atasına yığdı, babasına yığdı ki, baba belə. İnşallah bütün valideynlərə bu hissi yaşamağı Allahdan istəyirəm. Allah nəsib eləsin.